Diqqət! Bu verilişdə səsləndirilən fikirlər və tibbi məsləhətlər maarifləndirici xarakter daşıyır və ümumi yanaşmanı əks etdirir. Hər bir orqanizm fərdi olduğu üçün ən dəqiq diaqnoz və doğru müalicə yalnız əyani həkim müayinəsi və müvafiq laborator instrumental analizlərdən sonra təyin edilə bilər. Salam, xoş gördük. Bugün mən mütəxəssis kardioloq olaraq sizdən ürək çatışmazlığı haqqında gələn sualları cavablandıracağam. Doktor, atım fraksiyası nədir? Atım fraksiyası ürəyin işinin göstəricisidir. Hər yığılma zamanı ürək boşluğunda olan qanın böyük bir hissəsini yığılma nəticəsində bədənə qovur və bədəndəki orqanları oksigen və qida maddələri ilə təmin edir. Atım fraksiyasının həyata keçməsi üçün iki əsas şərt ödənilməlidir. Bir, ürək boşluqlarına kifayət qədər qan dolmalı, ikinci isə ürək bu qanı bədənə qova bilməlidir. Dolan qanı nə qədər ki qova bilir ürək, bu da faizdən ifadə olunur və adı da atım fraksiyası adlanır. Normal atım fraksiyamız 55-65% arasında deyilir. Doktor, İnci klinikasında atım fraksiyası ilə bağlı hansı müayinəni edirsiniz? Hansı texnologiya ilə edirsiniz bunu dəqiq? İlk öncə ürəyin işindən başlayaq. Ürək, dediyim kimi, bizə orqanlarımıza qan çatdırır. Bu qan tələbatı da sakitlikdə və hərəkətdə fərqlənir. Ürək hər iki hala cavabdehdir, sağlam ürək. Sakitlikdə qovduğu qanla bərabər hərəkətdə artan tələbatı ödəmək üçün təbii ki, daha çox qan qovmalıdır. Bu isə ürək döyüntülərinin vurğu sayının artması və hər dəfə dolan və boşalan qanın miqdarının artması ilə kompensasiya olunur. Hərəkətdə əgər ürəkdə problem varsa, təbii ki, bu funksiya yetərli dərəcədə olmayacaqdır və nəticədə ürək çatışmazlığı deyə bir hal yaranacaqdır. Bunu aşkar etmək üçün isə təbii ki, xəstənin hərəkətdə müayinə olunması daha uyğundur ki, fizioloji olaraq hərəkətdə ürəyin işi tədqiq olunur və ürəyin qovduğu qan və ya doldura biləcəyi qanın həcminə görə də ürək çatışmazlığı varmı, yoxmu təyin olunur. Doktor, mən hardan bilim ki, məndə ürək çatışmazlığı var, yoxsa yox? Gündəlik icra etdiyimiz hərəkətlərdə, əgər çətinlik çəkiriksə də, yeridiyimiz məsafə qısalırsa və ya hərəkətdə heç öncə olmayan təngi nəfəslik, tez yorulma kimi şikayətlər yaranırsa, bu ürək çatışmazlığının əlaməti ola bilər. Doktor, mən uşaqlıqdan pilləkənləri qalxdıqca tənginəfəsliyim artıb, amma bunu valideynlərim sadəcə sən hansısa bir yuxarı mərtəbəyə qalxdığın üçün yarandığını deyib. Amma illər keçdikcə, yaşımın üstə yaş gəldikcə mən artıq görürəm ki, bu tənginəfəslik məni daha da boğmağa başlayır. Bunun üçün mənim etməli olduğum addım nədir? Öncədən qeyd olunan tənginəfəslik ürək çatışmazlığının əlaməti kimi deyilsə də, başqa hallarda da rast gəlinə bilir. Xüsusilə uşaq yaşlarında yaranan tənginəfəslik, uşaqların yaşıdlarından geri qalması fiziki aktivlikdə bu şübhəli əlamət ola bilər. Uşaqlarda ən çox görülən səbəb anadan gəlmə ürək qüsurlarıdır. Yanaşı olaraq isə qidalanmada hansısa maddələrin çatışmazlığı, qan azlığı da bu hallara səbəb ola bilər. Son dövrlərdə artmağının səbəbi isə ya öncədən olan və təyin olunmayan anadan gəlmə ürək qüsurunun irəliləməsi və ya bu qüsur nəticəsində ürəkdə yaranan dəyişikliklər və yaxud da yanaşı xəstəliklər səbəb ola bilər. Təbii ki, bunların araşdırılması üçün də qan analizləri, instrumental müayinələr gərəklidir. Ürək çatışmazlığı üçün spesifik marker dediyimiz NT-proBNP və BNP analizləri mövcuddur ki, bu analizlər ürək divarının gərilməsi nəticəsində qan dövranına ifraz olunur və onların səviyyəsinə görə biz ürək çatışmazlığının dərəcəsini, varlığını təyin edə bilirik. Digər qan analizləri isə hansı ki, bilavasitə deyil, bilvasitə, dolayı yolla təsir göstərir ürəyin fəaliyyətinə. Buna qandakı dəmirin miqdarı, bir sıra vitaminlər, böyrək və qaraciyər funksiyasını göstərən göstəricilər də aiddir ki, bunlar da mütləq şəkildə ürək çatışmazlığı müayinəsində istifadə olunur.
Ürək çatışmazlığı əslində xəstəlik adlandırılsa da xəstəlik deyil. Bir spesifik bir sindrom kompleksdir. Bir çox xəstəliyin ürəyin ya özünün birincili zədələnməsi və yaxud da yanaşı xəstəliklərin ürəyin təsiri nəticəsində ürəyin quruluşunun və ya funksiyasının pozulması nəticəsində yaranır. Dolayı yolla ürək öz işini görə bilmir. Yanaşı xəstəliklər hansılar ki, mütləq şəkildə ürək çatışmazlığı ilə paralel adı çəkilir. Buna arterial hipertenziya, şəkərli diabet, sərci aritmiya, böyrək çatışmazlığı, ağciyər xəstəlikləri kimi xəstəliklər aiddir. Bu xəstəliklərdə yaranan dəyişikliklər ürəyin işinə mənfi təsir göstərir. Məsələn, arterial hipertenziyada damar divarının sərtliyinin artması, ürəyin qovduğu qana müqavimətlə rastlaşması nəticəsində ürək hər dəfə daha artıq yüklə işləməli olur ki, bu da getdikcə ürək divarının qalınlaşmasına və gələcəkdə ürək çatışmazlığının yaranmasına bir zəmin yaradır. Və ya şəkərli diabet zamanı şəkər mübadiləsinin pozulması nəticəsində yaranan maddələr həm ürəyin xırda damarlarını pozur ki, biz mikrovaskulyar disfunksiya deyirik, həm də sinirləri zədələyir ki, bunun da ən bariz nümunəsi avtonom disfunksiya adlanan bir haldır. Bu nədir? Ürək sakitlikdə və hərəkətdə tələbata uyğun vurğu sayını nizamlayır. Ancaq avtonom disfunksiya zamanı sakitlikdə və hərəkətdə bu vurğu sayı nizamlana bilmir. Bunu da xəstə ürək çatışmazlığı simptom və əlamətləri ilə qarşılamış olur. Doktor, mən 130 kiloqramam. Artıq çəki ürəyimə necə yük salır? Xanım olaraq çəkinizə etiraf etdiyinizə görə sizi təbrik edirəm. Çox cəsarətlisiniz. Bu cəsarəti düşünürəm ki, çəki salmaqda da istifadə eləsəz, çox yaxşı nəticələr əldə etmiş olarsınız. Artıq çəki tibbin bir çox sahəsinin kimi kardiologiyada da böyük problemdir. Düşünülənin əksinə olaraq artıq çəki yalnız bilavasitə çəki hesabına ürəyin yükünü artırmır. Daha problematik mövzu ümumi bədəndə iltihab markerlərinin səviyyəsini çox yüksəldərək ürək əzələsinin işini pozur. Buna da gələcəkdə atom fraksiyası qorunmuş ürək çatışmazlığı hallarının yaranması ilə biz görürük. Artıq çəki fonunda yaranmış ağciyər problemlərindən ən çox rast gəldiyimiz Pickwick sindromudur ki, diafraqmanın yüksək olması ağciyərin tutum həcmini azaldır və bu da həm ümumi orqanizmə, həm də ürəyə mənfi təsir göstərir. Eyni zamanda artan oksigen tələbatının da ödənilməsi kifayət qədər icra olunmayaraq ikincili qüsurlu dövranı işə salır. Ürəyin piylənmədən asılı olmadan ağciyər xəstəliyindən də zərər görmə halları da yenə ürək çatışmazlığına səbəb ola bilər ki, burada da başda bronxial asma, obstruktiv ağciyər xəstəlikləri, ağciyər hipertenziyası kimi hallar aiddir. Son olaraq hər kəsə suallara görə təşəkkür edirəm. Sizə verilən bu sağlamlığın lütfi qədər məsuliyyətinin də fərqində olmanızı arzu edirəm.